İsterik nevroz və yaxud konversiya pozğunluğu keçirmiş psixoloji travmaların hər hansı bir qırışıqlandırıcı faktorlar vasitəsilə oyadılması nəticəsində orqanizmin qeyri-iradi hərəkətlərlə özünü biruzə vermək və çağırış reaksiyasıdır. Yəni, əslində orqanizmin iç səsidir, qışqırığıdır. Bəs bu necə baş verir? Əgər insan hər hansı bir psixoloji travma yaşayırsa və bu travmaları daim olaraq təkrarlanaraq və bu travmanın içində davam edərsə və yaxud da bu travmanı xatırladacaq hər hansı bir hadisələr olarsa, insanda bu travmalar üst-üstə qalaqlanır və sonda partlayış şəkildə özünü biruzə verir. Yəni, bunu biraz elmi dildə desək, insan psixoloji travmanı ilk yaşadığında beynin qorxu mərkəzinə bir siqnal gelir, təhlükə mərkəzinə bir siqnal gelir. Bizim bu badanvari cisim amigdala deyilən yerdir və burada dərhal əks reaksiya cavab gəlir. Qorun, savaş və ya qaç reaksiyası gəlir. Təbii ki, orqanizm bu zaman ona cavab verməlidir. Ya savaşmalıdır, ya qaçmalıdır. Amma nə savaşa bilib, nə qaça bilmədiyinə görə bu artıq ikinci bir travma kimi yenidən həmin mərkəzi qıcıqlandırır. Və əgər bu uzun müddət davam eləyərsə, bu mərkəzdə bir enerji, bir sel axını baş verir. Və bundan əlavə bu travmalar bizim hipokampus deyilən, yəni səhti yaddaşı, dərin yaddaşa çevirən beynimizin bir mərkəzi var, orada qeydə alınır. Və bu travmalar uzun müddət davam elədikcə hipokampus da zaman aralığı itir və keçmiş baş verən travmalar indiki kimi qəbul edir. Normal halda amigdaladan gələn siqnallar prefrontal korteks, hansı ki bizim söz və məntiq mərkəzimizdir. Orada sözlərə, ifadələrə çevrilir, duyğulara çevrilir. Amma isterik nevrozda amigdaladan gələn siqnallar sel şəklində güclü gəldiyinə görə prefrontal korteksə onu sözə çevirmək gücü olmur. Onu çatdıra bilmədiyinə görə beyin sən danışa bilmirsənsə bədənin danışsın deyə bir əmr verir və nəticədə nə olur? Siz ifadə edə bilmədiyiniz sözlər, duyğular bədəndə fiziki simptomlarla özünü biruzə verir. Yəni siz duyğularınızla başa çıxa bilmədikdə beyin o duyğuları fiziki hərəkətlərə, fiziki simptomlara çevrilir ki, bu da qıc olmalar şəklində, bəzən karlıq, yorluq şəklində, bəzən isə ağrı şəklində özünü biruzə verir. İsterik nevroz əslində orqanizmin bir çağırışı, mənə kömək lazımdır, mənə kömək et deyə bir yalvarışıdır. İsterik nevroz zamanı xəstənin yaşadığı hallar xəstədən asılı deyil. Yəni o bunu qəsdən eləmir və ağrılar da birəbir realdır. Sadəcə bu ağrılar fizioloji deyil, psixolojidir. İsterik nevroz müalicə olunan xəstəlikdir. Əgər düzgün müalicə üsulları seçilərsə və dərindən işlənərsə, isterik nevroz 80-90% sağalma ilə nəticələnir.